Bu dərsimizdən etibarən artıq biz AutoCAD-da ən əsas alətlərdən biri olan Extrude aləti haqqında danışacağıq. Keçən videoda da dediyim kimi Extrude aləti mənə görə 3D Tools'un 50%-ni təşkil edən ən vacib alətlərdən biridir. Niyə Extrude aləti bu qədər vacibdir? Çünki biz 2D-də çəkdiyimiz hər şeyi 3D-yə keçirtmək üçün, yəni ona həcm vermək üçün Extrude alətindən istifadə edəcəyik. Mən gəlirəm Home menüma və burada Circle alətini seçərək bir ədəd Circle yaradıram, Rectangle yaradıram, Polyline yaradıram və həmçinin Polyline ilə yanaşı bir ədəd də Line ilə belə bir cizgi yaradıram. Və bundan sonra gəlirəm 3D Tools hissəmizə və görünüşümüzü topdan izometrik görünüşə keçirdirik. Biz 2D-dən bildiyimiz kimi 2D-də olan cizgilərimizin X və Y oxları olur. Yəni ki, biz əgər bunun üzərinə tıklasaq və Properties açsaq, PR Enter eləyib Properties açsaq, bunun X və Y dəyərlərini görəcəyik, amma Z dəyərinin 0-a bərabər olduğunu görmüş olacağıq. Biz cizgilərimizin Z dəyərini yarada bilməyimiz üçün onları gərək 3D-yə keçirdək. 3D-yə keçirtməyimiz üçün isə gərək Extrude alətindən istifadə edək. Extrude aləti necə işləyir? Çox sadə istifadə qaydası var. Gəlirik Extrude-un üzərinə bir dəfə tıklayırıq. Bizdən nəyə həcm vermək istədiyimizi soruşur. Məsələn, Circle-a. Gəlib Circle-ı seçdik, Enter düyməsinə tıkladıq və bundan sonra gördüyümüz kimi artıq biz Circle-ı həcm verə bilirik. Bu zaman bizim yaratdığımız Circle əslində elə silindr olur. Yəni belə bir fiqur yaratmaq istəsək, Circle-ın əvəzinə silindirdə istifadə edə bilərik. Bu artıq bizim necə işləmək bizə rahatsa, hansını istifadə etmək bizə rahatsa onunla asılıdır. Gəlirəm mən burada Circle-ma ya dəyər verməliyəm, ya da istədiyim bir nöqtədə bunu bitirməliyəm. Tutaq ki, mən dəyər vermirəm, özüm təxminən yuxarı və yaxud aşağı uzadıram və bu nöqtədə bitməsini istəyirəm. Mouse'un sol düyməsinə bir dəfə klik elədim və prosesi bitirdim. Hal-hazırda burada biz iki xətt görürük, Circle-ın uclarını görürük, amma əslində bu belə deyil. Biz 2D wireframe görünüşündəyik deyə belə görünür. Gəlib buradan Shade of Gray seçimini eləsək, görəcəyik ki, bizim Circle-mız əslində belə, yəni silindrə bərabərdir. Yenidən gəlirəm Extrude alətinə, bu dəfə Rectangle-ma Extrude verirəm. Bu şəkildə yenə də biz yuxarı və yaxud da aşağı bunu apara bilərik. Yuxarı doğru aparam, bu dəfə konkret dəyər daxil etmək istəyirəm. 10 yazdım və mən Rectangle-ma Extrude vermiş oluram. Yenidən Extrude-u seçdim, gəlirəm bunu seçirəm, Polyline-ımızı. Yenə də eyni şəkildə tutaq ki, aşağı doğru 5 yazdım və buna Extrude vermiş oldum. Və burada bizim line-larla çəkilmiş bir cizgimiz var. Gəlib buna Extrude verirəm, line-ları seçdim, Enter tıkladım. Görürük ki, bu dəfə nəsə bizim bir problemimiz var. Bizim Extrude verdiyimiz hissənin içi boşdur və biz daha öncə Extrude verdiyimiz hissələrə toxunsaq görürük ki, bunlar qatı bitişik materialdır. Amma burada hər biri ayrı-ayrı materialdır. Üzərinə tıkladığımız zaman bu şəkildə xətlər görünür və həmçinin burada da baxdığımız zaman bunun surface olduğunu görürük. Halbuki biz buna tıklayanda bunun solid olduğunu görəcəyik. Bizə lazımdır ki, bu solid olsun. Niyə belə bir hadisə baş verdi? Bunun səbəbi biz AutoCAD 2D-ni öyrənərkən də bildiyimiz bir səbəbdir ki, biz 2D materiallara extrude verəndə gərək ki, onları birləşdirək, yəni ki, join eləyək. Açıq qalan, line halında olan istənilən objeyə extrude verdiyimiz zaman o belə xəta ilə bizi qarşılaşdıracaq. Hal-hazırda bunlar line-dan ibarətdir. Gəlib əgər mən buna bir daha extrude versəm, görəcəyik ki, bu solid deyil, surface material olacaq. Amma biz bunları seçib join eləsək və gəlib indi seçili hala gətirib extrude versək, görəcəyik ki, qatı solid materialı almış oluruq. Ona görə də unutmayın, bu xəta ilə AutoCAD-ı öyrənən adamlar çox vaxt rastlaşırlar. Materiala extrude verirlər, sonra deyirlər ki, niyə belə açıq qaldı, niyə belə kənarları bir-birinə bitişməyib. Bunun səbəbi həmin hissələrin line-da qalmasıdır. Bəzən də elə olur ki, cizgidə bütün hissələr birləşmiş olur, amma bir tək line orada birləşməmiş olur. Bu halda da belə bir problemlə qarşılaşılır. Ona görə də extrude verməmişdən əvvəl cizgilərinizin qapalı olmasına mütləq diqqət yetirin. İndi isə mən bütün bunları silirəm. Yenə də eyni şəkildə buradan top görünüşümə gəlib yenə də bir neçə burada cizgi nümunəsi yaradacağam. Extrude-da başqa nələri bilməliyik, onları göstərəcəm. Əslində Extrude haqqında bilməli olduğumuz ən vacib məqam sizə göstərdiyimdir. Yəni çox sadədir, heç bir çətin istifadə qaydası yoxdur. Bundan sonraki videoda sizlərə cizgi nümunəsi işləyəcəm və görəcəksiniz ki, Extrude-u tətbiq edərək biz 3D alətlərimizi, 3D fiqurlarımızı necə rahatlıqla yarada bilirik. Əlbəttə təkcə Extrude deyil, burada bizim 3D fiqurlar yaratmaq üçün daha 3 seçimimiz var. Amma ən əsas vacibi Extrude-dur. Yenidən Extrude-a daxil oluram. Burada Circle-ı seçdim. Burada mod seçimi var aşağıda. MO Enter-i tıklasaq qısa yolla moda keçid etmiş olaraq MO dedim və baxırıq ki, burada solid və surface seçimimiz var. Bizim bayaqdan elədiklərimiz hamısı solid-ə aid idi. Amma biz surface-i seçsək,
bu şəkildə gördüyünüz kimi içi boş bir material yaratmış olacağıq. Əslində bayaqları line ilə elədiyimiz hissə də elə surface idi, ona görə içi boş idi, amma bunun ondan fərqi ondan ibarətdir ki, orada surface'lər hamısı ayrı-ayrı idi, bir-birindən azad idilər, yəni bitişik deyildilər, amma bu şəkildə surface yaratdığımız zaman hamısı bir-birinə bitişik olur. Yəni yenə də bizim materialımız gərək hər tərəfdən bağlı olsun. Yenidən moda tıkladım, surface dedim. Bu şəkildə gördüyünüz kimi rectangle da surface elədiyimiz zaman bütün hissələr bir-birinə bu şəkildə bitişik olur. Yəni sanki bir qutudur və qutunun içi boşdur. Surface bu şəkildə işləyir. Extrude ilə surface də yarada bilərik, solid də yarada bilərik. Bu artıq bizim cizgilərimizdən asılıdır. Sadəcə bilmiş olun ki, burada bizim iki seçimimiz var. İlkin variantda, yəni biz extrude tıklayanda və burada moda keçid eləməyəndə default olaraq elə soliddə olmuş olur. İndi isə mən gəlirəm burada, baxaq başqa hansı seçimlərimiz var. Yenə də rectangle və circle açdım bir ədəd və extrude'a daxil oldum. İndi mod seçimini eləyib buradan solid'ə keçirdirəm və circle-ımı seçdim. Enter'i tıkladım. Bu zaman aşağıda biz görürük ki, müxtəlif seçimlərimiz var. Bunlar çox sadə şeylərdir, yəni çətin deyil. Məsələn, direction seçimi var. Direction bizim hansı istiqamətdə bunu aparmaq istədiyimizi göstərir. Əslində biz elə bunu seçdiyimiz zaman görürük ki, mouse ilə direction'ı onsuz da özümüz təyin edə bilərik. Sadəcə bu şəkildə direction seçdiyimiz zaman, məsələn, aşağı doğru gəlməsini istəyirəmsə, aşağı tıkladım və 10 yazdım. Bu şəkildə gördüyünüz kimi aşağını seçdiyim üçün aşağı doğru bunu extrude eləmiş oldu və yaxud da gəldim yenə də bunu seçdim. Direction dedim. Tutaq ki, bu hissədən yuxarı doğru bunu apar deyirəm. Bu dəfə ölçü daxil eləmirəm. Elə düz mərkəzdən hara qədər apardımsa, ora qədər də bunu extrude eləmiş oldu. Yəni hər hansı bir dəyər yazmış olmadım. Növbəti seçimlərimiz, burada nələrimiz var? Bunlardan bir neçə ədədini kopyalayıb burada yaradıram ki, üzərlərində göstərə bilim. Gəlirik extrude seçiminə yenə də. Yenə də mən bunu seçdim. Növbəti seçimimiz. Bunu seçib Enter'də tıklaya bilərik. Mouse'un sağ düyməsi deyib yenə də Enter tıklaya bilərik. Burada path seçimi var. Hansısa yol üzrə extrude eləmək. Bunu göstərəcəm sizə, çünki bunun üçün bir xətt çəkim gərək. Ondan əvvəl taper'ı göstərim. Taper bir fiqur formasıdır. Bunu dediyimiz zaman gördüyünüz kimi yuxarıda çəkdiyimizi sabit saxladı. Aşağı doğru biz bu şəkildə dərəcə verərək bunu açıb və yaxud da bağlaya bilirik. Bir növ az öncə, daha doğrusu bundan əvvəlki videoda baxdığımız kon seçiminə oxşuyur. Orada sadəcə kon bizə bir fiqur olaraq tam olaraq verilirdi. Burada isə özümüz elə sanki bir kon yaradırıq. Bu şəkildədir. Dərəcəni əllə də daxil edə bilərik və yaxud da belə göz ayarı da daxil edə bilərik. Məsələn, əllə deyirəm, 20 dərəcə yazdım. 20 yazdım və bu şəkildə içə doğru verdi. Əslində biz çölə doğru asanda -20 yazmalıydıq. İçə doğru verdi. Uzatdığımız zaman konun ucu gördüyünüz kimi bizə çevrilir sonda. Amma uzatmasaq, bu şəkildə yuxarı qaldırsaq, hansı ki bu formaya, bu fiqura ilə taper deyilir. Burada istədiyimiz yerdə hündürlüyü saxlaya da bilərik və yaxud da bir dəyər daxil edə bilərik. Burada 94 yazılıb, deməli hardasa bizim daxil etdiyimiz rəqəm o civarda olacaq. 90 yazdım. Bu şəkildə gördüyünüz kimi sanki bir qazan yaratdıq, bir qab yaratdıq. Necə istəyirsiniz elə təsəvvür edə bilərsiniz. Sadəcə formanın adı taper'dır. Gəlin bunu rectangle üçün də eləyək. Rectangle seçdim, sağ düymə Enter dedim, taper dedim. Bu şəkildə gördüyünüz kimi aşağı doğru bunu aça bilirəm. Bu sanki belə təsəvvür edin ki, hər bir evdə qaz var və qazın üzərində havalandırma olur. Həmin o havalandırmaya bənzəyir. Mənim gözümdə hal-hazırda bu canlandı. Bu dəfə mənfi verək. Məsələn, -50 dərəcə dedim. -50 dərəcə deyəndən sonra mənim həmin bu bucaqlarım -50 dərəcədə açılır və burada indi hündürlüyü təyin eləməliyik. Məsələn, elə yazaq 100-ə bərabər olsun. Bu şəkildə gördüyünüz kimi içi dolu olan bir qaz havalandırma sistemi çəkmiş olduq. Yəni əslində elə 3D layihələri işləyərkən də həmin o fiqurları, həmin o dediyim cisimləri elə bu alətlərlə özünüz yaratmış olursunuz. Növbəti seçimimiz burada nədir? Ona baxaq. Enter'i tıkladım. Bir daha extrude seçdim, bunu seçdim, Enter tıkladım. Expression hissəsi var. Expression da elə verdiyimiz dəyərdir. Yəni əslində biz expression'ı seçmədən də hal-hazırda həm direction'ı seçirik, hansı ki buradadır, həm rəqəmi yazırıq. Amma burada expression'ı seçdiyimiz zaman görünmür bizim üçün hansı istiqamətə belə deyək gedəcəyik. Məsələn 15 yazdımsa, gəlir buraya bir daha 15 yazdım, yuxarı doğru verdi. Əgər -15 yazsaydım da aşağı doğru verəcəkdi. Gəldim tıkladım, expression'a daxil oldum, -20 yazdım, gördüyünüz kimi aşağı doğru bunu extrude eləmiş oldu. Yəni bunlardan expression və direction'ı xüsusi olaraq seçməyə ehtiyac yoxdur. Zaten aləti seçdiyiniz zaman sizə həmin hissələri özü təqdim eləyir. Top görünüşə keçirəm və yaxud da topa deyil, yan görünüşə keçirəm. Bu circle-ın üzərində bir ədəd belə bu şəkildə line çəkirəm. Burada saxlayıram. Yenidən gəlib buradan izometrik görünüşümə keçirəm.
Və indi istəyirəm ki, mən bu sirkılı bu line xətti üzrə extrude eləyim. Yəni bu line'ın uzunluğu nə qədərdirsə, elə o qədər də extrude olmuş olsun. Extrude'a daxil oluram, sirkılı seçdim və gəlib burada pass seçirəm. Yəni bir yol seç. Elə bu line'ı yol kimi qəbul edib seçirəm. O line'ın uzunluğu qədər istiqamətində, həmin line istiqamətində mənim üçün bu sirkılı extrude eləmiş oldu. Extrude aləti haqqında bu qədər. Cizgi nümunəsi işləyəcək bu videodan sonra və bundan sonra işləyəcəyimiz bütün cizgi nümunələrində biz extrude alətindən demək olar ki, istifadə edəcəyik. Burada olan alətlərin istifadəsi xaricində əlbəttə ki, çünki bunların hər biri özü bir növ elə extrude eləyərək müəyyən bir fiqurları yaratmaq üçün istifadə olunan alətlərdir. Növbəti videomuzda extrude'u tətbiq eləyib daha aydın başa düşəcəyik.